Salam uşaqlar, bugünkü dərsimiz 7-ci sinif fizika üçün yenilənmiş qiymətləndirmə tapşırıqlarından növbəti tapşırıqların izahıdır. Elektroskop və keçiricilər və dielektriklər. Elektroskopların yüklərini müqayisə edin. Mövzumuzdan bilirik ki, elektroskopun bu köynəkləri, vərəqləri bir açılma bucağı nə qədər böyükdürsə, elektroskop o qədər çox yüklənmişdir. Deməli, onda Q3 ən çoxdur. Sonra Q1, Q3 böyükdür Q1'dən, o da böyükdür Q2'dən. Baxırıq burada. Q3 böyükdür Q1'dən, o da böyükdür Q2'dən. Cavabımız olar A variantı. Elektrik cazibə qüvvələri baş verir. Nüvə ilə elektronlar arasında, bəli, cazibə baş verir. Sərbəst elektronlar arasında itələmə var. Proton və elektronlar arasında cazibə var. İki proton arasında itələmə var. Cavabımız olar 1 və 3. Müsbət proton, mənfi elektron elementar yük olarsa, Y elementar yük olarsa, cismin yükünü müəyyən edin. Baxırıq burada. Cismin yükünü tapmaqdan ötürü 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 proton var. Deməli, N protonların sayı 8'dir. Elektronlara baxırıq. 1, 2, 3, 4. Elektronların sayı 4'dür. Deməli, neytral halda olduqda 8 protonu varsa onun 8 elektronu olmuştur. Amma saydıqca 4 dənə qalmışdır. Deməli, 4 elektronunu itirmişdir. Deməli, yükü müsbət 4 elektrona bərabərdir. Cavabımız olar B variantı. Bütün elektronların itirmiş atomun kütləsi və onun ölçüsü necə dəyişəcəkdir? Deməli, baxırıq, bütün elektronların itirmiş atomun kütləsi və onun ölçüsü necə dəyişəcəkdir? Baxırıq indi burada ölçülərinə və kütlələrinə. Deməli, biz bilirik ki, sürtünmə ilə elektriklənmədə cisim atomla elektronların bir hissəsi digərinə keçir və burada kütlələri azalır. Yəni, atom elektronun kütləsi çox kiçik olduğundan bu azalma cismin özünün kütləsində o qədər də nəzərə çarpmır. Amma bütün elektronların itirmişdirsə, deməli, bu atomun kütləsi də azalacaq və onun ölçüsü də dəyişəcəkdir. Deməli, onda bütün elektronlar itirmişdirsə, əhəmiyyətli dərəcədə azalacaq və ölçüsü də əhəmiyyətli dərəcədə azalacaq. Amma bu azalma, yəni ilk baxışdan cismin öz ölçüsündə və kütləsində o qədər də müşahidə olunmaz. Deməli, cavabımız olar burada B variantı. 5-ci tapşırığa baxırıq. Yanaşı asılmış kağız cilizləri elektrikləndi. Bundan sonra onlar şəkildə göstərildiyi kimi yerləşdi. Hansı hal ödəndikdə cilizlər belə vəziyyət alar? Deməli, cilizlərdən bir və iki cilizi ya hər ikisi müsbət yüklə yüklənmişdir. Hər ikisi müsbət yükləndikdə, çünki bir-birinə itələnirlər. Ya da hər ikisi mənfi yükləndikdə, yenə bir-birinə itələnərlər. 4. Cavabımız olar 1 və 4. 6-cı tapşırığa baxırıq. Düzgün ifadələri müəyyən edin. Naqillərdə sərbəst yüklü zərrəciklər yoxdur. Naqillər dielektriklərdən fərqli olaraq onlarda sərbəst yük daşıyıcılar var ki, elektriki yaxşı keçirirlər. Dielektriklərin sərbəst elektrik yükləri yoxdur. Bu doğrudur. Yüklü elektroskopun vərəqləri itələnir. Doğrudur. Yüklü elektroskopun vərəqləri cəzb olunur. Yanlışdır. Elektroskop cisimlərin elektriklənməsini təyin etmək üçün istifadə olunur. Doğrudur. Cavabımız olar 2, 3 və 5. Maddələrin elektrik keçirməsinə görə bəzi növləri naqillər və dielektriklər. Naqillər elektrik keçiriciyinə görə daha yaxşı keçirirlər. Dielektrikləri isə onlarda sərbəst yük daşıyıcı olmadığından onlar elektrik keçirmirlər. 8-ci tapşırığımıza baxırıq. Şəkildəki rəqəmlərlə cihazın elementləri arasında uyğunluğu müəyyən edin. Baxırıq 1-ə 1 metal kürədir. 1-ə A yazarıq. 2-yə baxırıq. Burada tıxacdır. Tıxac dielektrikdən olur. Deməli, 2-yə Y yazarıq. 3 vərəqlərdir. Vərəqlər də keçirici olur. 3-ə də S yazarıq. Keçirici vərəqlər. 9-cu tapşırığımıza baxırıq. Müsbət 4 çüyüklü elektroskopun kürəsinə 12 çüyüklü şüşə çubuq toxunarsa, onun vərəqlərinin vəziyyəti necə dəyişəcəkdir? Prosesin əvvəlində və sonunda vərəqlərin vəziyyətini çəkin.
Deməli, əvvəl 4 Q yüklü idi. Sonra ona 12 Q yüklü şüşə çubuq toxundurulduqda, deməli, oldu burada müsbət 12 Q, üstə gəl mənfi 4 Q. Bərabər olar müsbət 8 Q. Deməli, əvvəlcə yükü 4 Q idi. Onda vərəqlər az bucaq altında aralanır. Sonra hər ikisi oldu 8 Q yüklü. Onda vərəqlər böyük bucaq altında aralanır. Ebonit çubuq və yun parçadan başqa heç nə olmadan əks işarəli yükləri necə əldə etmək olar? Ebonit çubuğu yun parçaya sürtməklə, yəni sürtünmə yolu ilə elektriklənməklə biz əks işarəli yükləri əldə edə bilərik. Bugünkü tapşırıqlarımız bu qədər. Suallarınızı rəy bölməsində yaza bilərsiniz. Sağ olun.